Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Bu dersimizde Arap dilində sual vermək formalarına baxırıq. Ümumiyyətlə sual necə verilir? Bax, fikir verin, Azərbaycan dilində biz sual sözünü harda deyirik? Peyğəmbər s.ə.v məscidi hardadır? Deməli, sual sözünü axıra qoyduq, hardadır? Ramazan bayramı nə vaxtdır? Yenə, nə vaxt axırda? Sən bazara getdinmi? Deməli, bu da, mi yenə axırda. Bu kişi kimdir? Kimdir yenə axırda. Və s. Yəni, adətən sual sözü cümlənin axırlarına doğrudur. Ərəb dilində isə sual sözü elə birincidən başlayır. Yəni, sual sözü ilə başlayır sual cümləsi. Yəni, çünki bax, mən, məsələn, mən kim deməkdir? Cümlənin əvvəlində gəlirsə sualı bildirəcək. Amma cümlənin ortasında sual olmayacaq. Onun başqa mənası olacaq. İndi təxminən, ümumiyyətlə belə bir suallara baxaq. Əlbəttə ki, bu suallar verəndə, yəni öz incəliklər var, dərinliklər var, amma yüngülbəli düşünürəm ki, faydalı olar. Məsələn, baxaq. Mənir-raculu. Mənir-raculu kişi kimdir? Deməli, mən kim deməkdir? Muhammedun salihun, Muhammed salihdir. Qabağına qoysaq, yaxud həl qoysaq, sual vermiş oluruq. Muhammedun salihun, Muhammed salihdir, yaxud Muhammed salihdirmi? Ya onu intonasiya ilə ifadə edə bilərik, ya mi kimi tərcümə edə bilərik. Ammarun muslimun, Ammar müsəlmandır. Həl Ammarun muslimun, Ammar müsəlmandır, yaxud həl ikisi də eynidir. Ammarun muslimun, həl Ammarun muslimun fərqi yoxdur. Mətəl həccu, həcc nə vaxtdır? Mətə deməli nə vaxt? Mətəl həccu, mətəl umratu, ümrə nə vaxtdır? Eynə bəqu, baxçı hardadır? Məl hədiyyətu, hədiyyə nədir? Məsələn, deyirsən ki, hədiyyə bir port. Məl hədiyyətu, hədiyyə nədir? Sadəcə yəni bu sözləri əzbərləmək lazımdır. Mən, mətə, eynə, mə, həl. Keyfəl halu? Yəni vəziyyət necədir? Keyfə necə? Limədə nə üçün? Niyə görə? Limədə ləməlu qalilun? Niyə görə mal azdır? Niyə görə var dövlət azdır? Və iki dənə, bax, bu suala xüsusi fikir verin. Çünki burada biraz başqa tür olacaq qayda. Əyyu hansı? Yəni bunlardan hansı belə mənasında? Özündən sonraki sözünə izafə təşkil edir. Əyyül məscidi, hansı məscid? Məsələn, əyyül kitabi, hansı kitab? Əyyül vələdi, hansı uşaq? Əyyül musliməti, hansı müsəlman qadın? Yəni bu bunun xüsusiyyətidir. Kəm isə, kəm neçə mənasındakı, necə kitab? Məsələn, necə kitab, necə məscid demək istəyiriksə, ondan sonraki sözü, yəni əlifləmsiz qoyuruq, qeyri-müəyyənlikdə qoyuruq və deməli, burada nə olur? Fəthə. Yəni, qeyri-müəyyənlikdə və fəthə ilə. Yəni, kitabən, məscidən, kəm racülən, neçə kişi? Kəm vələdən, neçə uşaq? Və bizdə də məsələn deyirik, neçə uşaqlar demirik ki, tək də deyirik də o sözü. Neçə uşaq, neçə kitab? Bəlkə dedik, cavabda bəlkə də oldu 5 kitab. Amma biz bunu tək də deyirik. Elə ərəb dilində də təkdə olur o söz. Kəm kitabən, neçə kitab? Məsələn, 5 kitab. Amma kitab sözünü tək də deyirik. Kəm məscidən, kəm ümrətən, neçə ümrə? Kəm həccən, neçə həcc? Və s. Yenə dediyim kimi, sual verməkdə başqa cür incəliklər də var. Amma
bu, yəni dərsimizin əsas məqsədi o idi ki, siz ərəb dilində sual oxuyanda təxmini başa düşəsiz ki, sizdən nə soruşur. Yəni hansı sual verir burada?